Salam, hər vaxtınız xeyir. Yenə də mən və 3-cü dərsimiz. Yenə də ilk öncə ev tapşırıqlarına baxırıq, ondan sonra da keçirik yeni dərsimizə. Birinci tapşırığımızda biz verilən cümlələri tərcümə etməliydik. İndi gəlin bir-bir tərcümələrinə baxaq və yoxlayaq. Mən hər gün fransızca öyrədirəm. Olacaq, mən öyrədirəm, I teach, fransızca French, sonra da hər gün, yəni every day. Və keçən dərs öyrənmişdik ki, every ilə olan zaman zərflərini biz həm cümlənin sonunda, həm də əvvəlində işlədə bilərik. Ona görə siz bu cümləni həm də every day I teach French olaraq yaza bilərdiniz. Yəni, belə də yazmısınızsa düzdür, bu cür də yazmısınızsa yenə düzdür. Və digər cümləmiz, sən hər gün televizora baxırsan. Olur, sən baxırsan, you watch, televizora, TV, hər gün, every day. Və yaxud da, every day you watch TV. Üçüncü cümlə, siz hər ay fransız jurnalı oxuyursunuz. Olacaq, siz oxuyursunuz, yəni you read, fransız jurnalı, a French magazine, hər ay, every month. Və yaxud da yazırıq, every month you read a French magazine. Digər cümləmiz, onlar ingilis dili öyrədir. Olur, onlar öyrədir, they teach, ingilis dili English. They teach English. Mən Bakıda yaşayıram. Olur, mən yaşayıram. I live Bakıda in Baku. I live in Baku. Digər cümləmiz, biz hər həftə yeni jurnal oxuyuruq. Olur, biz oxuyuruq. We read. Yeni jurnal. A new magazine. Hər həftə. Every week. Və yaxud da every week we read a new magazine. Siz yeni kitab oxuyursunuz. Olur. You read a new book. Sən hər gün məktəbə gedirsən. Sən gedirsən, you go, məktəbə, to school, hər gün, every day. Və yaxud da, every day you go to school. 9-cu cümlə, mən hər gün fransız dilində danışıram. Mən danışıram, I speak, fransız dilində, French. Hər gün, every day. Və yaxud da, every day I speak French. Və sonuncu cümlə, biz kitab oxuyuruq. Olur, biz oxuyuruq, we read, kitab, a book. Bu da ikinci tapşırığımız. Burada verilən sözlərdən cümlə qurmalıydıq. Çox vaxt getməsin deyə ilk 3 cümləni izah edəcəm, ondan sonrakıları isə sadəcə oxuyacam. Birinci cümləyə baxırıq və görürük ki, burada every day var. Və biz bunu cümlənin əvvəlində də yaza bilərik, yəni birinci də yaza bilərik, cümlənin sonunda da. Əgər sonunda yazırıqsa, həmişə olduğu kimi birinci mübtədamızı yazırıq, yəni I, ondan sonra xəbəri, feilimizi, watch, olur I watch, ondan sonra TV və sonda da every day və yaxud da birinci every day yazırıq, sonra eyni ardıcıllıqla, yəni birinci mübtəda, sonra xəbər, sonra da digər cümlə üzvləri. O şəkildə yazırıq. Deməli, siz bu cümləni iki formada yaza bilərdiniz. Hansını yazmısınızsa, yəni hər biri düzdür. İkinci cümləmizə baxaq. Burada heç bir zaman bildirən söz yoxdur. Ona görə də bildiyimiz ardıcıllıqla birinci şəxsimiz we, ondan sonra feilimiz read, ondan sonra nə qalır? New, a, bir də mag. Burada da deməli olur yeni jurnal və article keçir new sözünün qarşısına olur a, new mag. We read a new mag. İndi üçüncü cümləyə baxırıq və görürük ki, burada every week var. Yəni zaman zərfi. Yenə istəsək, every week sözünü cümlənin sonuna saxlayırıq və yaxud da birinci yazırıq. Əgər sonda yazmaq istəyiriksə, onda birinci mübtədanı tapırıq, say, ondan sonra xəbər, wash, ondan sonra nə qaldı? A, ka. Olur, they wash a car every week və yaxud da every week they wash a car. Və digər cümlələrdə də hansılardakı zaman zərfi var, hamısını iki cür yazmışam. Yəni zaman zərfini həm cümlənin axırında, həm də əvvəlində. İndi gəlin bir-bir bu cümlələri oxuyun və keçək yeni dərsimizə. 4-cü cümləmiz olmalıydı. You teach French every month. Və yaxud da every month you teach French. 5-ci cümlə. I go to school every day və yaxud da every day I go to school. 6-cı cümlə. We live in Baku. 7-ci cümlə, I speak English every day və yaxud da every day I speak English.
8-ci cümlə. You read a new magazine every month. Və yaxud da every month you read a new magazine. 9-cu cümlə. They speak French every day. Və yaxud da every day they speak French. Və 10-cu cümlə. You watch TV every day. Və yaxud da every day you watch TV. Tapşırıqlarımız bu qədər. İndi keçək yeni dərsimizə. Bugün öyrənəcəyimiz feillər bunlardır. İlk sözümüz rəqs etmək. Yazanda belə yazırıq, deyəndə isə to dance və yaxud da dance deyirik. Yəni, sözün sonundakı E hərfini tələffüz etmirik, buradakı A hərfini ya uzadaraq deyirik, ya da Ə kimi. Və burada gördüyünüz iki söz, yəni Azərbaycan dilində rəqs etmək sözü ingilis dilində yalnız bir sözlə əvəz olunur. To dance və yaxud da to dance. Digər sözümüz etmək. Yazanda belə yazırıq, deyəndə isə to do deyirik. To do. Digər sözümüz kömək etmək. Yazanda belə yazırıq, deyəndə to help. To help. Yəni sözün yazılışı ilə deyilişi eynidir. Və sonuncu sözümüz almaq. Yazanda belə yazırıq, deyəndə isə to buy deyirik. To buy. Və gördüyünüz bu feillərin hamısında biz sözün qarşısındakı to-nu atsaq, sözdəki maqmaq şəkilçisi düşür. Yəni, dance olur rəqs et, do olur et, help olur kömək et, buy olur al. Və burada gördüyünüz U-Y hərf birləşməsi ay kimi tələffüz olunur. Ay. İndi gəlin bu sözləri cümlədə işlədək. Məsələn, mən kömək edirəm. İndi tərcümə etmək üçün birinci şəxsimizi yazırıq, yəni I. Ondan sonra da xəbərimiz kömək edirəm. Kömək etmək sözü də to help. Və biz bu cümlədə kömək etmək demədiyimizə görə qarşısındakı to-nu işlətmirik. Sadəcə yazırıq help. Mən kömək edirəm olur I help. Və gördüyünüz kimi biz burada kömək edirəm deyəndə I do help demirik. Yəni etmək sözünü ayrıcı olaraq istifadə etmirik. Yəni bizim dediyimiz bu iki söz ingilis dilində elə bir sözlə əvəz olunur. Ona görə də burada do yazmağa ehtiyac yoxdur. Bu rəqs etmək sözündə də eynidir. Yəni mən rəqs edirəm deyəndə I do dance demirik. Çünki rəqs etmək sözü özü dansdır. Yəni əlavə orada do işlətməyə ehtiyac yoxdur. Deməli, mən rəqs edirəm olur I dance. Məsələn, deyək, mən sənə kömək edirəm. İndi bu cümləni tərcümə etmək üçün cümlə sıramızı yadımıza salaq. Birinci mübtəda I, sonra xəbərimiz, yəni kömək edirəm, help, sonra da sənə, you. Əgər yadınıza gəlirsə demişdik də, you sözü həm sən, siz, həm sənə, sizə, həm də səni və sizi deməkdir. İndi cümləni dəyişib desək ki, biz sənə kömək edirik. Birinci olacaq we, yəni biz sözü, sonra kömək edirik, help, ondan sonra yenə sənə olur you. We help you. İndi gəlin daha çox cümlə qura bilmək üçün sözləri öyrənək. Məsələn, birinci sözümüz ev. Yazanda belə yazırıq, deyəndə isə home deyirik, home. Yəni sondakı E hərfini oxumuruq, O hərfini isə O-U kimi tələffüz edirik. Olur home, home. Və ev sayılan isimdir, ona görə də qarşısında artiklı var. Digər sözümüz iş. Yazanda belə yazırıq, deyəndə isə work deyirik, work. Və burada gördüyünüz O, R hərf birləşməsi sözlərdə Ö kimi tələffüz olunur. Ö. Digər sözümüz ev tapşırığı. Yazanda belə yazırıq, deyəndə isə homework deyirik, homework. Və ev tapşırığı sözü də sayılmayan isimdir, ona görə də qarşısında artiklı işlənmir. Digər sözümüz şənlik, parti. Buna yığıncaq da deyirlər, amma harda ki biz rəqs edirik, əylənirik, elə bir yığıncaq. Və burada gördüyünüz A, R hərf birləşməsi sözlərdə uzun A kimi tələffüz olunur. Əgər yadınıza gəlirsə, maşın sözündə bu hərf birləşməsini keçmişdik.
Və bir də burada qeyd etməyi unutmuşdum. Party sözü sayılan isimdir, həm də samit səslə başlayıb, ona görə də qarşısında article işlənir. Və indi biz burada party sözünü cümlədə işlədib. Demək istəsək ki, şənliyə, onda olur to the party. Yəni cümlədə işlədərkən istiqamət bildirən AL şəkilçisini artırırıqsa, deməli burada to əlavə edirik və bir də party sözünün qarşısında müəyyən article işlədirik. Və müəyyən article da bu cür yazılır, the olaraq tələffüz olunur. Yox, əgər şənliyə yox, şənlikdə demək istəsək, o zaman Azərbaycan dilində sözün sonuna əlavə etdiyimiz bu D şəkilçisini ingilis dilində at sözünü ilə əvəz edirik. Və yenə də sözün qarşısında müəyyən article işlədirik, olur at the party. İndi gəlin bu sözlərdən cümlələr quraq. Məsələn, deyək, mən işə gedirəm. Yenə tərcümə etmək üçün cümlə sırasını yadımıza salırıq. Birinci olacaq mübtəda, I, ondan sonra xəbər, yəni gedirəm, go, ondan sonra da işə. Və burada istiqamət bildirən AL şəkilçisi olduğu üçün olur to work. Deməli, mən işə gedirəm, I go to work. Amma indi desək, mən evə gedirəm, olur I go home. Yəni yenə birinci mən yazırıq, I, ondan sonra gedirəm, ondan sonra da yazmalıyıq evə. Amma biz burada sadəcə home yazırıq. Yəni az öncə işə gedirəm deyəndə istifadə etdiyimiz o ə şəkilçisini burada to olaraq işlətmirik. Yəni I go to home yazsaq cümləmiz səhv olur. Bu da sizə çətin gəlməsin. Yəni to-nu bir dənə evə gedirəm deyəndə işlətmirsiniz. Qalan hallarda, yəni məktəbə, işə, şənliyə, digər yerlərə deyəndə to-nu işlədirik. Bir dənə sadəcə evə demək istəyəndə əgər home sözü işlətmişiksə, onda burada to işlətmirik. İndi də gəlin deyək, biz ev tapşırığı edirik. Birinci yazırıq biz, we, ondan sonra edirik, do, ondan sonra da ev tapşırığı, homework. Biz ev tapşırığı edirik, olur we do homework. İndi deyək, onlar şənliyə gedir. Birinci yazırıq onlar, they, sonra gedir, go, şənliyə, to the party. Onlar şənliyə gedir, they go to the party. Bir də deyək, sən şənlikdə rəqs edirsən. Birinci yazırıq sən, sonra rəqs edirsən, baxın burada tək edirsən demirik. Rəqs edirsən birlikdə götürürük və rəqs etmək sözündə keçmişdik. Olur dance, şənlikdə, at the party. Sən şənlikdə rəqs edirsən, you dance at the party. Və yaxud da siz şənlikdə rəqs edirsiniz, o da olacaq you dance at the party. Bunlar isə bizim zaman bildirən sözlərimizdir. Hansılardan ki zaman zərfləri düzəldib cümləyə əlavə edəcəyik. İlk sözümüz səhər. Yazanda belə yazırıq, deyəndə isə morning deyirik, morning. Və burada sözün qarşısında article görürük, çünki bu söz sayılan isimdir və samit səslə başlayıb. Digər sözümüz günorta. Yazanda belə yazırıq, deyəndə isə afternoon deyirik, afternoon. Və burada sözün qarşısında an article görürük, hansı ki yenə də sayıla bilən tək isimlərlə işlənir, amma a artiklından fərqli olaraq sait səslə başlanan sözlərlə işlənir. Yəni bu sözümüz baxın a səsi ilə başladığı üçün biz burada artıq an artikli işlədirik. Yəni yazanda belə yazırıq, deyəndə isə an deyirik, an. Və həmişə qeyd etdiyim kimi sözdəki qoşa o hərfi burada uzun u kimi tələffüz olunur. Digər sözümüz axşam. Yazanda belə yazırıq, deyəndə isə evening deyirik, evening. Və burada da sözün qarşısında an artikli işləndi. Çünki evening sözü sait səslə başlayır, i səsi ilə. Digər sözümüz gecə. Yazanda belə yazırıq, deyəndə isə night deyirik, night. Night sözü sayılan isimdir, samit səslə başlayıb, ona görə də qarşısında artikli işlənir. Və burada gördüyünüz bu hərf birləşməsi sözlərdə I kimi tələffüz olunur, I. İndi gəlin bu sözlərdən zaman zərfi düzəldək. Məsələn, deyək, hər səhər. Yadınıza gəlirsə, demişdik ki, hər sözü everydir, səhər sözündə indi keçdik, a morning. Amma demək istəyəndə hər səhər olur every
morning. Yəni ortadakı artikel işləmir. Çünki everydən sonra gələn heç bir ismin qarşısında artikel işlətmək olmaz. Deməli, hər səhər olur every morning, hər günorta every afternoon, hər axşam every evening, hər gecə every night. Məsələn deyək, mən hər axşam rəqs edirəm. Birinci yazırıq mən, I, sonra rəqs edirəm, dance, sonra da hər axşam. Every evening. Yəni olur I dance every evening. Amma yadınıza gəlirsə demişdik ki, every sözü ilə düzələn zaman zərflərini biz həm cümlənin sonunda, həm də əvvəlində işlədə bilərik. Yəni deyə bilərik ki, every evening I dance. Və son olaraq bu da bizim ev tapşırıqlarımız. Birinci tapşırıqda verilmiş cümlələri ingilis dilinə tərcümə edirik. İkinci tapşırıqda verilmiş sözlərdən cümlələr qururuq. Üçüncü tapşırıqda isə buraxılmış boşluqlara uyğun gələn söz önlərini yazırıq. Ya to, ya at, ya da in və yaxud da heç birini yazmırıq. Bugünlük dərsimiz də bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.